Salam dostlar. Deməli, iki saylı cəza çəkmə müəssisəsindən həyəcanlı xəbərlər gəldi. Bilirsiniz ki, iki saylı cəza çəkmə müəssisəsində e, bu ay siyasi məhbus Elbəy Kərimli qətl yetirildi. O Elbəy Kərimli ki, o Heydər Əliyevin o lənətlənmiş bir heykəli var Bakıda Milli Bankın önündə. O heykəlin üzərini yazmışdı. Adam tutmuşlar, döymüşlər, böyük işgəncələrə məruz qoymuşlar və İlham Əliyevin ölüm günündə bu adam dekabrın 12-sində iki saylı cəza çəkmə müəssisəsinin tip məntəqəsində ölü tapıldı. Öldürdülər yəni. Heydər Əliyevin heykəlini yazan adamı Heydər Əliyevin ölüm günündə öldürdülər. Bundan əvvəl də Bayram Məmmədovu Türkiyədə öldürmüşlər. Heydər Əliyevin doğum günündən bir neçə gün əvvəl. Bugün biz iki saylı cəza çəkmə müəssisəsindən daha dəhşətli bir xəbər almışıq. Deməli, həmin müəssisədə siyasi məhbus Samir Aşurov saxlanılır. Samir Aşurov Almaniyadan deportasiya olunan siyasi məhbuslardan biridir. Şəxsən tanıdığım adamdır. Biz onunla birlikdə bir sıra aksiyalar keçirmişik Berlində Azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi ilə. Və 12 günlük o məşhur aclıq aksiyası keçirmişik. O aclıq aksiyasının əsas iştirakçılarından biri olub Samir Aşurov. Biz 2020-ci ildə mən, Samir Aşurov, digərləri Almaniyada kanslerin ofisinin qarşısında çadırlar quraraq 12-13 gündən artıq müddət ərzində aclıq aksiyası keçirərək Tofiq Yaqublu'nun və digər siyasi məhbusların azadlığını tələb eləmişdik. Və aksiyamızın sonuncu günü Avropa Birliyinin komissarı Ursula von Wagner gəlmişdi Almanya kansleri o zaman Merkel'den görüşəndə bizim etiraz şüarlarımız, bizim siyasi məhbuslara azadlıq tələblərimiz bütün Avropanın ictimai televiziyalarında səsləndirilmişdi, bizi göstərmişdilər, orada tapa bilərsən kadrları və Tofiq bəy həmin gün azadlığa buraxılmışdı. İlham Əliyev Samir Aşurovdan qisas aldı. Samir Aşurov Azərbaycan qayıdan kimi həbs olundu, tutuldu. Samir Aşurov onu şərlədilər, güya xuliqanlıq eləyib, güya bıçaqla kimisə tanımadığı, heç vaxt mübahisəsi olmadığı, heç bir zaman üzünü görmədiyi adamı güya yaralayıb. Həbsxanaya salıblar. İndi də iki saylı cəza çəkmə müəssisəsində ona qarşı zorakılıq hadisəsi olub. Rəis onu vurub, rəis ondan tələb edib ki, cəza çəkmə müəssisəsində baş verən qanunsuzluqlara göz yumsun, bu qanunsuzluqlarla danışmasın. Onu da deyim ki, həmin o iki saylı cəza çəkmə müəssisəsində, həmin iki saylı cəza çəkmə zonunda saxlanılan digər siyasi məhbuslarla birlikdə Samir Aşurov Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi yanında o iki saylı cəza çəkmə müəssisəsində Elbəy Kərimlinin qətlə yetirdiyi müəssisədə bizim digər dostlarımız, digər siyasi məhbuslar saxlanır. Bu bütün Azərbaycanda demirəm, bütün dünyada tanınan araşdırmacı jurnalist Hafiz Babalov. Hafiz bəy uzun illər Azərbaycanda araşdırma jurnalistikası ilə məşğul olub və araşdırma jurnalistikasının Azərbaycanda təməlini qoyan şəxslərdən biridir. Peşəkar jurnalistlərdən biridir. Sonra Fazil Qasımov həmin həbsxanada saxlandı. Afiyəddin Məmmədov, bilirsiniz ki, Afiyəddin bəy işçi masasının rəhbəridir. Laçın Vəliyev və Mehman Əliyev. Bu adamlar birləşib iki saylı cəza çəkmə müəssisəsində siyasi məhbusların hüquqlarının müdafiə komitəsi yaradıblar. Bundan sonra müəssisənin rəisi həyəcanlanıb, başlayıb bu siyasi məhbuslara qarşı zorakılıq etməyə, onları incitməyə. Bu Vüsal Aslanov adında bir rəisdir. İstənilən halda Elbəy Kərimlinin qətli bunun boynundadır. Bu rəis olduğu müəssisədə qətlə yetirilib Elbəy Kərimli. İndi hədəfə Samir Aşurov alıb. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti bu məsələləri, xüsusən də həbsdə olan siyasi məhbus məsələsini gündəmdən çıxartmamalıdır, diqqətdə saxlamalıdır. Biz zaman-zaman həbsxanalarda bizim siyasi məhbusların öldürüldüyünü görürük.
Öldürülüb, bir neçə gün həyəcanlanırıq, bir neçə gün yazırıq, sonra unudulur. Bu Mehman Qələndərlidə də belə olub. Öldürdülər Mehman Qələndərlini. Sakitcə heç kəs bir neçə gün yazdıq, onunla da bitdi getdi. Bu xeyli sayda İlham Əliyevin həbs etdiyi, siyasi motivlərlə həbs etdiyi adamlar qətl edilir, həbsxanalarda bir müddət müzakirə olunub, sonra unudulub. Elbəy Kərimli də ayın 12-si qətlə yetirildi, bir ayın 28-də artıq yaddan çıxıb. Rəis o dərəcədə qudurub ki, rəis o dərəcədə azğınlaşıb ki, bir neçə gün əvvəl onun həbsxanasında siyasi məhbus öldürülüb. Dünən o bir digər siyasi məhbusa işgəncə verir, onu vurur və Samir Aşurov öz hüquqlarını qorumaq üçün azlıq aksiyası keçirməyə məcburdur. Onun telefon danışıqlarını qadağa qoyublar. Ümumiyyətlə, penitensiar xidmətə bu nədir? Bu Seyidi gətirib, Mirsalih Seyidovu gətirib, rəis qoyandan sonra orada işgəncə faktları, orada özbaşınalıq, rüşvətin miqdarı 3-4 dəfə artıb. Görməmiş adamdır ki, Mirsalih Seyidov. Özünü belə intelligent, özünü bir təhsilli, ağıllı adam ki, məsələn, həbsxanada olanda bir neçə dəfə görüşmüşəm. Özü qədər savadsız, özü qədər tupoy adam yoxdur, amma elə təqdim edir ki, dəhşət dərəcədə savadlı adamdır, dəhşət dərəcədə bacarıqlı adamdır. Amma mən görürəm ki, o rəis təyin olunandan sonra həbsxanalarda özbaşınalıq, rüşvət, zorakılıq faktları, qətl halları dəfələrlə artıb. Və bütün bunların başında duran Mirsalih Seyidov. İlham Əliyevə arxalanır, çünki bu göstərişlər bir siyasi məhbuslarla bağlı. Göstərişlər birbaşa İlham Əliyev verir, kimliyindən asılı olmayaraq. Mirsalih Seyidov da bu verilən göstərişləri icra edən adamdır. Və bütün rəislərin arxasında o durub, bütün qətilləri, bütün bu işgəncə faktlarının arxasında duran, onun işgəncə verilməsi barədə göstərişi verən, birbaşa göstərişi verəndir. Mirsalih Seyidovdur, Mirsalih Seyidovun göstərişləri şübhəsiz ki, İlham Əliyev verir. Mən hər birinizdən xahiş edirəm ki, bu Samir Aşurov məsələsini 2 saylı cəza çəkmə müəssisəsi ilə bağlı məsələni gündəmdə saxlasın, paylaşın. Hökumətdən, hakimiyyətdən tələb edin ki, oradakı insanlara işgəncə verməsin, oradakı insanları təqib edəndirsin. Ümumiyyətlə, siyasi məhbusların azadlığı uğrunda biz çox ciddi belə işlər görməliyik. Bu kanalıma da abunə olun, paylaşın bu kanalı. Həm özünüz abunə olun, həm başqalarını abunə edin. Çünki Azərbaycanda media İlham Əliyev tərəfindən ləğv olunur. Bilirsiniz ki, müstəqil medianı İlham Əliyev bağlayıb. Abzas Media, Meydan TV, Toplum TV-nin redaksiya heyəti, rəhbərləri, aparıcı jurnalistlərlə birlikdə hamısı həbs olunub, həbsxanalardadır. Azadlıq Radiosu, BBC, Amerikanın səsi kimi beynəlxalq radio və media qurumlarının fəaliyyəti Azərbaycanda qadağan olunub, bağlanıb, onların şöbələri Azərbaycanda. Və biz ayrı-ayrı jurnalistlər, ayrı-ayrı media nümayəndələri xaricdə olan bir çalışıq ki, sözümüzü çatdıraq, sözümüzü deyək və bunun üçün müxtəlif sosial şəbəkələrdən istifadə edirik. O cümlədən də YouTube kanalından istifadə edirik. Mənim bir dəfələrlə demişəm, TikTokda olan səhifəmi Azərbaycanda yayımı qadağan olundu. Dünya hər yerində mənim TikTok səhifəmə girmək mümkündür, Azərbaycanda girmək mümkün deyil. İlham Əliyevin sifarişi ilə küllü miqdarda TikToka rüşvət veriblər və mənim danışıqlarım Azərbaycanda yayılmasını qadağan ediblər. Ona görə YouTube kanalındayam və sizin hər birinizdə mənim kanalıma abunə olmağa, eyni zamanda bunu yaymağa, insanlara bu kanalıma abunə olmağa çağırın. Çünki biz elə etməliyik ki, İlham Əliyev etdiyi cinayətləri gizlətə bilməsin. Mənim funksiyam, mənim fəaliyyətim ondan ibarətdir ki, mən baş verənlər barədə Azərbaycan xalqını məlumatlandırım. Bunun üçün də Azərbaycan xalqı mənim kanalıma abunə olmalıdır. Bu günlərdə nə baş verir? Bu günlərdə baş verən ikinci ən böyük hadisə Bəylər Əyibovun qohumunun həbs olunmasıdır. Ümumiyyətlə, Bəylər Əyibovlara qarşı kampaniyanın Bəylər Əyibovlara qarşı təbliğatının artmasıdır. Dünən Qafqaz Infoda bir müəllifsiz yazı getmişdi Əyibovların əleyhinə olan və o yazının ruhundan belə görünürdü ki, İlham Əliyev
Əyyubovları sona qədər məhv edəcək, onların ittifaqını dağıdacaq, evlərini kör qoyacaq və sərvətlərini ələ keçirəcək. Necə ki, bundan əvvəl həbs olunan nazirlərin, bundan əvvəl həbs olunan oliqarxların sərvətlərini İlham Əliyev ələ keçirib. Elə dünən dediyim kimi də oldu. Bu gün artıq bu Bəylər Əyyubovun həbs olunan qohumu, qardaşı oğlu Ruslan Əyyubovun əmlakının siyasını dərc ediblər. Və bu əmlak heç şübhəsiz ki, Əliyevlər tərəfindən zəbt olunacaq. Mənim diqqətimi çəkən bir nüans oldu. Bu Azpetrol'la bağlıdır. Azpetrol bir zamanlar Azərbaycanın keçmiş bu İqtisadiyyat Naziri Fərhad Əliyevə məxsus idi, onun ailəsinə məxsus idi. İndi məlum olur ki, Fərhad Əliyev, onun qardaşı həbsxanaya salınandan sonra Azpetrolu Bəli Əyyubova veriblər, Əyyubovlar ailəsinə veriblər və Azpetrol yanacaq doldurma belə məntəqələr seti bu Əyyubovlara məxsusmuş. İndi onu əllərindən alıb verəcəklər şübhəsiz ki, Paşayevlər qamarlayacaq, Paşayevlər də qalmayıb, Əliyevin ailəsi. Bu Paşa Holdingdə Əliyevlərə məxsusdur, Əliyevlər ailəsinə məxsusdur. Birbaşa İlham Əliyevin qızlarına, oğluna, nəvələrinə belə bölüşdürülüb. Azpetrol da indi onların əlində gəlmiş. Bir zamanlar Fərhad Əliyev, İlham Əliyevin Əliyevlər ailəsinin ən yaxın naziri idi. Onlara pul qazandırırdı, onlara iqtisadiyyat öyrədirdi, onlar üçün şirkətlər açırdı. Arada özü üçün də bir Azpetrol açmışdı. Onu tutanda əlindən aldılar, verdilər Bəylər Əyyubova. O zaman Bəylər Əyyubov İlham Əliyev qoruyurdu, ailəsini qoruyurdu və ən yaxın adamı sayılırdı İlham Əliyevin. Bu Əliyevlər ən yaxın adamlarının başını yemək üzrə mütəxəssisdirlər də. Fərhad Əliyevin başını yeyiblər, olar, ən yaxın adamları olurlar. Əli İnsanov bilirsiniz ki, bu ailənin ən yaxın adamı olub, Heydər Əliyevi dəfələrlə ölümdən qurtarıb. Amma aparıb saldılar həbsxanaya, ittifaqını dağıtdılar. 10 ildən artıq həbsxanada qaldı. Var yoxunu əlindən aldılar. Həbsxanadan buraxandan sonra da Əli İnsanov getdi, dəfələrlə üzr istədi, yalvardı, əfv olundu. İndi yenə də gedib qatilinin yanındadır, yenə də onu zülm edən adamın təbliğatı ilə məşğul olur. İlham Əliyevin qanadının altına sığınır. İndi növbə Bəylər Əyyubovdadır. Bəylər Əyyubovun əlindən sərvətini alırlar və Paşayevlərə verirlər. Bu Azpetroldan başqa onun bir neçə zavodunu olduğunu, əmlakin siyasını yayıblar. Burada boya məhsulları zavodu var. Korella adında boya məhsullar. Mən xatırlayıram ki, onun reklamına da rast gəldim. Azərbaycanda məşhur boya firmalarından biridir. Bu boya kraska, ev boyaları, maşın boyalarıdır. Ondan sonra paslanmayan antipas boyalarıdır. Mənə də gəmi boyaları zadda istədilər. Böyük bir dənə zavoddur. Eyni zamanda bu Ruslan Əyyubov Azərbaycanda kimya sənayesində də payı olan adamlardan biridir. Payı olan adamlar deyəndə ki, bu zavodlar, bu fabriklər zat kimisə adına rəsmiləşə bilər və həmişə Əliyevlərə məxsus olub və müəyyən pay bunu işlədən adamlara verdi. İndi görünür, bunun hamısını əlindən alacaq. Bunun yeni klinika bunlara məxsusmuş, Əyyubovlara məxsusmuş, Bakı Buz, Gəncə Mərmər Zavodu və digərlər. İndi bunların hamısı Əliyevlə olacaq. Və İlham Əliyev bu Əyyubovlar nəslinin, Əyyubovlar sülaləsinin bütün sərvətinə sahib çıxacaqlar. Bunlara, bu ailəyə məxsus olan adamlar Azərbaycanda ən böyük, ən yüksək vəzifələrdə idilər. Məsələn, Kömürlük Komitəsində idilər, belə biznesdə idilər. Bu Ruslan Əyyubovun hətta Xəzər dənizində bir ticarət limanı da vardı ki, bu Xəzər dənizi hövzəsində olan ölkələrlə ticarət işinə baxırdı. O liman da əlindən alınacaq. Qohum kimlər ki, bunlar müxtəlif vəzifələrdə işlədirlər. Gəncədə, Gəncə ətrafında, Vergilər Nazirliyində ən müxtəlif yerlərdə, ən yüksək vəzifələrdədirlər bu Əyyubovlar. İndi onların anasını alacaq. Çünki növbə onlara gəlib çatır. Əli İnsanov, Fərhad Əliyev,
nə bilim, başqa nazirlər, bu Talıbovlar Naxçıvanda, indi növbə kimə gəlib çatıb? Bəylər Eyübova. Bəylər Eyübov bir zamanlar çox yaxın zamanlara qədər at oynadırdı Azərbaycanda. İlham Əliyevin böyründə idi. İlham Əliyevin maşınının qapısını açıb ötürdü. Və biz onunla rastlaşmışıq. Tiflisdə və Berlində. Berlində bizə yumruq sirkələdi, söyürdü. Bozqurt işarəsi göstərirdi bu adam bizə. Ölüm nə edəliydi. Görünür, ölüm onu bizdən əvvəl yaxalayacaq. O İlhamdan ötürü baş kəsənli idi. İndi İlham baş kəsənləri Əyübovun özünü cəzalandıracaq. Belədir bu Əliyevlərin işi. Kanalıma abunə olmağı unutmayın. Yayın, paylaşın və ölkədə olanlardan xəbərimiz ola. Eyni zamanda sosial şəbəkələrdə, Facebookda, Instagramda və digər yerlərdə problemlərinizi yazın. E-mail vasitəsilə yazın, nə bilim Facebookun Messenger hissəsinə yazın. Rastlaşdığınız, gördüyünüz hadisələri çəkin, paylaşın, bizə göndərin və biz onu işıqlandıraq, Azərbaycan xalqının Azərbaycanda baş verənlərdən xəbəri olsun. Çox sağ olun.